Riyaziyyat fənni sanki abituriyentlər arasında düşmən fənni elan olunub. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Ali məktəblərə imtahanlar başa çatdı. Üzr istəyirəm, mənim oğlum da o abituriyentlər arasında olub. Və abituriyentlərin ən zəif nəticə göstərdikləri fənlər arasında riyaziyyat ilk sıradadır. Bəs nəyə görə bu fən insanlar arasında ən sevilməyən fənlər arasında liderliyini uzun müddətdir ki, qoruyub saxlayır? Çünki riyaziyyat dəqiqlik sevir, düzgünlük sevir. Cəmiyyətdə ədalət, dürüstlük, düzgünlük nə qədər yoxdursa, riyaziyyat da sevilməyəcək. Riyaziyyat saxtakarlığı sevmir. Bu fən insanlara məsuliyyəti, ədaləti, sözü bütövlüyü, optimizmi, təmkini, disleksiyanı, diksiyanı, natiqliyi və s. aşılayır. Beləliklə, riyaziyyatı sevmək üçün ədalətli, dürüst və el dilində desək kəlləli olmalısan. Bütün fənlər gözəldir. Hər bir fənnin öz funksiyası var, aşılayıcı metodları var. Hər bir fən insan həyatında çox mühüm rola malikdir. Məsələn, tarix fənni dövrlərə görə dəyişir. Vaxtilə öpüb gözümüzə qoyduğumuz SSR tarixi indi nifrətlə yad edilir. Kimya fənni Mendeleyev cədvəlindəki sıralamalara görə dəyişir, ziddiyyət təşkil edir. Coğrafiya fənni dövlətlərin əraziləri dəyişdikcə, relyeflər başqa formaya düşdükcə dəyişir. Çox fənləri sadalaya bilərəm. Amma riyaziyyatın 2 vur 2-si həmişə 4 edib. İstəyir 3 əsr bundan əvvəl də, istəyir 3 əsr keçsə belə. Bu belə olacaq. 2 vur 2, 4 edəcək. Bütün fənlərdə riyaziyyat tətbiq olunur. Fizikada da, tarixdə də, kimyada da, coğrafiyada da, hərb sahəsində də. Riyaziyyat fənni əslində özü bir fəlsəfədir. Məsələn, 2-nin kvadratı üstəgəl 3-ün kvadratı 13-ə bərabərdir. Amma 2 ilə 3-ün birlikdə kvadratları 25-ə bərabərdir. Bu da o deməkdir ki, tək yox, birlikdə qiymətimiz daha yüksəkdir, birlikdə daha güclüyük. Budur fəlsəfə, budur vəhdət. Riyaziyyat hüquqdur, ədalətdir. Teoremin isbatı 2 şərtlə verilir, zəruri və kafi şərt. Hər iki halda baxılsa da nəticə eyni olur. Yəni, riyaziyyatı mükəmməl bilən hakim cinayətkarı qoyub əməkdar ədəbiyyat müəllimini səhvən həbs edə bilməz. Riyaziyyat elə İslam dininin də yaxınındadır. Bütün isbatların sonu, riyazi isbatların sonu 0-a bərabərdir. Yəni, insan bu dünya gəlir, doğulur, qazandıqları nə varsa sonda ölüm, yəni 0-a bərabərdir, heçdir. Ancaq yaddaşlarda əməllər qalır. Riyaziyyatın dinlə bağlılığına daha bir sübut deyim. Riyaziyyat insanları kəsrə bənzədir. Kəsrin surətində yaxşı əməllər, məxrəcində isə pis əməllər durur. Əgər kəsrin surəti, yəni insanın yaxşı əməlləri çox olarsa, kəsrin, yəni insanın dəyəri, qiyməti artar. Yox, insan kəsrinin məxrəcindəki pis əməllər artıq olarsa, o insanın, o kəsrin qiyməti azalır. Dürüstlük, dəqiqlik olmayan yerlərdə riyaziyyatçılara yer yoxdur. Bir zavod direktoru özünə mühasib axtarır, yəni bildiyimiz bu xaldır. Ən tanınmış mühasiblərdən birini tapır. Direktor deyir, 2 vur 2 neçə edər? Mühasib gülüb deyir, əlbəttə 4. Direktor deyir ki, bunu qovun, bundan mənə mühasib çıxmaz. Yenə bir tanınmış, savadlı bir mühasib tapırlar. O da eyni suala eyni cavab verir, deyir 2 vur 2 4 edər. Onu da qovurlar. Axırda kənd kolxozlarında mühasib işləmiş birini tapırlar. Direktor soruşur, a kişi, 2 vur 2 neçə edər?
Hiyləgər mühasib deyir. 2 vur 2-nin cavabı direktorun istəyindən asılıdır. Direktor istəsə 5 də edər, istəməsə 4 edər, əmr etsə lap 6 da edər. Və bu mühasibi işə götürürlər. Bugün riyaziyyatı sevməməyimiz əslində bu cəmiyyətin dürüstlükdən, dəqiqlikdən uzaq olmasıdır. Doğrudan da elədir. Riyaziyyat elmlərin şahıdır. Riyaziyyatçılara Nobel mükafatı verilmir. Çünki Nobelin həyat yoldaşı riyaziyyatçı olub. Nobel həyat yoldaşının dəqiqliyindən, dürüstlüyündən o qədər bezib qorxub ki, onun şərəfinə yalnız riyaziyyatçılara bu mükafatı verməməyi əmr edir, nəsihət edir. Merimiz keçmiş Abu Talıbovda, Tofiq Qasımov keçmiş Xarici Nazirimiz, Təhsil Nazirimiz Misir Mərdanov, mərhum xalq artisti Həsən Məmmədov, mərhum KVN ulduzu Anar Məmmədxalı və s. və digər şəxsiyyətlər riyaziyyatçı olublar. Və bugün Milli Məclisdə də, bütün sahələrdə də kifayət qədər riyaziyyatçılar var. Bu arada riyaziyyatı sevin. Amma riyaziyyatçı olmağa hələ tələsməyin. Nə zaman bu cəmiyyətdə haqq, ədalət, dürüstlük bərpa olar, onda riyaziyyatçı olarsınız. Rəyləriniz maraqlıdır.